İstəmirəm çox yaşayayım qızım. Niyə? Nədən qorxursunuz? Ətrafınıza əzab verməkdən, əziyyət verməkdən, özünüzü itirməkdən. Ondan da qorxuram. Kənardan söz-söhbətdən qorxuram ki, ay balam da indi yaşayıb da nə qədər yaşasın. Mənə də yaşamayacaq ki. Bu sözlər var. Kimə deyiləndə eşitmisiniz o sözləri ki? Bəlkə hələ özüm demişəm. Bir 90 yaşında, 95 yaşında, 100 yaşında bir insan dünyasını dəyişəndə deyirik ki, kim dünyanı tutub qalır ki? Qalır ki, bəli. Mən də deyirəm bu sözü, siz də deyirsiniz, 40 yaşında qardaşını itirən bir bacı, 100 yaşında bir insanın ölümünə əlbəttə bu sözü deyəcək. Deyəcək, doğru. Normaldır. Düzdür, ancaq mən, Allah haqqı, mən ancaq bu sözü deyirəm. Bəlkə mənim yaxınlarım da eşidir bu sözü ki, lap 100 yaşı olsun, 80-90 yaşı olsun, fərq etməz, insan itkisidir. Bu dünyadan köçürsə, lap 90 yaşı da olsa, insan gedir bu dünyaya. Anamın yaşı olur. Hə, ay sağ ol, ananın, atanın yaşı yoxdur. Mən bunu demişəm, dəfələrlə də bu sözü demişəm. Amma kənarda bilmirəm də, kənar çox yaşayanda elə bil qübdə demirəm ha, qübdə eləyirlər. Ancaq istəmirəm çox yaşayayım, bilmirəm, niyə? Artıq çox yaşayıram. Elə deməyin, elə deməyin. Nə deyim, vallahi, bəlkə efir sözüdür bu. Yox, yəni ürəyinizdəkiləri deyirsiniz, amma yox deməyin. Siz kiminsə yerinə yaşamırsınız ki, siz kiminsə yerini tutmursunuz ki. Bugün siz Mehriyə, digər qızınıza anasınız, siz təsəvvür eləyin ki... Doğru, həmişə ürəyimdə deyirəm ki, yəni hələ yarımçıq qalan işlər var, az da olsa. Nəvə toyu görmək, evlad toyu görmək, məsələn, bunlar var əlbəttə. İstəmirəm ki, yarımçıq qalsın.